Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri bu ilin 9 ay ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikasını təqdim edib. Bununla bağlı Palçıq Vulkanları Turizm Kompleksinə media tur təşkil olunub. Bura təbiətin və tarixin qovuşduğu məkan. Azərbaycan Palçıq Vulkanları Turizm Kompleksidir. Dünyada mövcud olan Palçıq vulkanlarının 350-dən çoxu məhz ölkəmizdə yerləşir. Media nümayəndələrinə məlumat verildi ki, yanvar-sentyabr aylarında Qoruqları İdarə Etmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini 706 mindən çox turist ziyarət edib. Bunun 42.736-sı Palçıq Vulkanları Turizm Kompleksinin payına düşür. Onlardan 38 mindən çoxu xarici qonaqlardır. Xarici turistlərin sayında təqribən 10% artımın şahidi oluruq. Yeni turizm məhsullarının yaradılması və turizm destinasiyalarına əlavə edilməsi prosesi davam edir. Siz hazırda olduğunuz Palçıq vulkanları həmin yeni turizm destinasiyalarından biridir. Dünyanın nadir turizm məkanlarından olan Palçıq vulkanları xarici qonaqların marağına səbəb oldu. From India, Mumbai. Mən Hindistandan gəlmişəm, Mumbai'dənəm. Bu mənim Azərbaycana, Qobustana ilk səfərimdir. Ətrafı gəzdim. Bura çox gözəldir, inanılmazdır. Мы из Томска, Sibiri. Biz Tomskdan, Sibirdən gəlmişik. Bakını çox bəyəndik. İlk andan insanların qonaqpərvərliyini hiss etdik. Burada çox maraqlıdır. Ümumiyyətlə Azərbaycanın çox fərqli təbiəti var. Ona görə bizə maraqlıdır. Burada olduğumuz qısa müddətdə daha yaxından tanış olmaq istəyirik. This is our first time visiting Azerbaijan and it's Bu bizim Azərbaycana ilk səfərimizdir. Doğrudan da çox gözəl ölkədir. Qobustan da çox gözəldir. Maraqlı tarixi, gözəl mənzərəsi var. Palçıq vulkanları da çox maraqlıdır. Media nümayəndələrinə yeniliklər barədə məlumat verildi. Bildirildi ki, kompleksdə Azərbaycanlı sənətkarların iştirakı ilə milli suverenlərin hazırlanmasına başlanılıb. Ərazidəki Palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə Palçıq vulkanı yaranır. Jurnalistlər kompleksdəki təbiət tarixi sərgisi ilə də tanış oldu. Nurlan Şiraliyev, Elvin Muradov, ATV Xəbər.